Salam, Bilirsinizmi rubrikasının növbəti buraxılışında xoş gördük hər birinizi. Bu dəfəki rubrikada sizlərə sağlamlıq imkanı məhdud uşaq böyüyən ailədə digər uşaqlara yanaşma necə olmalıdır sualının cavabını təqdim edirik. Ailədə sağlamlıq imkanı məhdud bir uşaq böyüyəndə çox zaman valideynlər əsas diqqət və qayğını bu uşağa yönəldirlər. Bu hal ailədə olan digər uşaqların emosional və psixoloji inkişafına təsir eləyir. Onlar emosional ehtiyaclarını ödəməkdə çətinlik çəkər, özlərini sevgisiz hiss edə bilərlər ki, nəticədə qısqanclıq, qəzəb, günahkarlıq, dəyərsizlik kimi hisslər yaranar. Valideynlər uşaqların bu hisslərini dinləməli, normal qəbul etməli, yaşlarına uyğun şəkildə qardaşının bəzən daha çox köməyə ehtiyacı olur, amma bu səni daha az sevdiyimiz mənasına gəlmir kimi sadə sözlərlə izah etməlidirlər ki, onlar özlərini günahkar və dəyərsiz hiss etməsinlər. Hər uşağa fərdi vaxt ayırmalı, həftədə ən azı 2 dəfə sağlam uşaqla keyfiyyətli zaman keçirilməlidir. Bu, mən də önəmliyəm, sevilirəm hissini gücləndirir, qısqanclığın qarşısını alır. Uşağa artıq məsuliyyət yükləyib, bacı qardaşının baxıcısı kimi yanaşmamalı, onlara sadəcə kömək etməli olduqları öyrədilməlidir. Valideynlər öz stres və yorğunluqlarını uşaqları ötürməmək üçün emosional vəziyyətlərinin də qayğısına qalmalı, ehtiyac olduqda peşəkar dəstək almalıdırlar.